Salam uşaqlar, necəsiz? Nə var, nə yox, necə gedir işlər, güclər? Eee, valla məni soruşursunuzsa, normal. Yəni çox ağır vaxtlardan keçdim yenə. Amma ən azından bitdi. Belə deyək, indi bilmirik axı necə olacaq. Mənə ən azından bitdi. Görək indi sonrası nə olur. Bugün amma biraz dərddən danışmayacağam. Bugün dərddən danışmaq istəmirəm. Sizə neqativ enerji yükləmək istəmirəm. Zaten hamımız bilirik ki, həyat nədir, nə deyil, tənhalıq, çətinlik, həyatın mənasızlığı, o hamımız bilirik. Bugün daha biraz maraqlı bir nöqtədən danışmaq istəyirəm, futboldan danışmaq istəyirəm bugün. Eee, bildiyiniz kimi gələn həftə Çempionlar Liqasının səhv eləmirəmsə, 8-də 1 finallar olacaq. 16-da 1-lər bitdi. 8-də 1 finallar olacaq və mən özüm də Real Madrid fanatıyam. Buradan Real Madrid fanatlarına da salam olsun. Həmçinin Barselona fanatlarına da salam olsun. Yəni bütün digər klub fanatlarına da salam olsun. Belə çox belə düşmənçiliyim yoxdur. Sadəcə rəqabət var təbii ki də. O da idmanın, sportun öz təbiətidir də. Deməli, Real Madrid üzərindən danışacağam bugünkü videoda. Çünki rəqibimiz Bayern Münihdir, hansı ki, bu sezon məşq qarşımıza çıxacaq ən çətin rəqibdir. Hətta mən deyərdim ki, Bayern Münihin Çempionlar Liqasında ən yüksək şansa sahib adı komandadır ki, bunu qazana bilər. Düzdür, Real Madrid fanatıyam və Real Madrid, yəni Çempionlar Liqası Real Madrid üçün bir elə bir uşaq bağçası kimi bir yerdir. Çünki hər lig gedib oynayıb qazanıb çıxırlar. Ona görə belə içimdəki fanat Real Madrid olacaq deyir. Amma təbii ki də obyektiv baxanda görürsən ki, Bayern Münih qat-qat daha yaxşıdır. Amma burada biraz əmmalar var ki, Bayern Münih həqiqətən də o qədər fikirləşdiyimiz qədər mi yaxşıdır? Düzdür, bomba komandalar, əla komandalar söz yoxdur. Amma ki, biz onların maçlarına baxanda onlar çox böyük komandalarla oynamadılar bu sezon. Yəni bu sezon oynadıkları böyük komandalar kimlər oldu ki onlarla? Yəni Atalantanı saymıram. Atalantanı yəni o qədər böyük komanda deyil mənim gözümdə. Yəni bir məncə deyim Manchester City, bir Atletico Madrid, Barcelona ya da Real Madrid öyle olsun. Yəni bu cür böyük tipli bir komanda deyil ya da Liverpool deyil. Atalanta, heç Manchester United belə deyil. Bizdə United böyük komandadır. Sadəcə son vaxtlar artıq biraz böyüklüyünü axtartdırır. Amma hə, yəni belə. Bayern Münih düzdür, Olize çox qəşəng oynayır. Harry Kane, yəni bəlkə də karyerasının ən yaxşı sezonunu keçirir. Bir də bu qədər yaxşı sezon olmayacaq. Sol qanadda Luis Diaz, hansı ki Liverpooldan gəlib 31 yaşı var mı, 30 mu, 31 mi, 32 mi belə bu yaşlarda artıq karyerasının yavaş-yavaş sonlarına gəlir, amma hələ də fişəng kimi oynayır. Yəni hücumları çox qorxuludur. Ona baxanda bizim Real Madridin müdafiəsində Huysen var. Hansı ki Huysen əli cibində gəzir, heç də eləyə bilmir. Eləmək istəmir. Çox belə bacarıqlı oyunçudur. Prosta eləmək istəmir kimi. Yəni çox can qoymur kimi baxıram mən oyuna. Asensio zaten boynu qırıldı zad oldu həmin maçda. Düzü bol şəfalar ona da. Yəni o biri müdafiəçimiz Rüdigerdir. Okey, təcrübəsindən söz ola bilməz, amma o yaşdaşır. Sağ sağ cinah müdafiəçimiz bizim Alex Trent-Arnolddur. O da çox 50-50-yə bir oyuncudur. Bəzi günlər olur, müdafiəsi çox pis olur, amma atakı dəhşət yaxşı olur. Bəzi günlər olur, atakda pis olur, müdafiəsi yaxşı olur bu səfər də. Onu da tutmaq olmur. Sol cinahda da, yəni sol cinah müdafiəçisi, bilmirəm Kareas zədələnib mi yoxsa yox, amma mən Kareası bəyənirəm. Kareas olmasa da Mendy yenə işi eləyər, işi görər, yəni işi bitirər. Mənə elə gəlir. Amma təbii ki də orada mənim çox belə güvəndiyim bir pozisiyadır. Ona görə yəni bu Bayern Münih'in hücumçularını müdafiədə dayandırmağımız Allah kimi olacaq. Çox çətin olacaq. Bilmirəm indi köhnə maçlara baxanlardan bilər yoxsa yox. Yəni çox köhnə deyilsə, yəni prosta bilmirəm baxmısınız yoxsa yox. 2023-cü ildə idi? 24-cü ilin 23-24 sezonu Çempionlar Liqasında yenə Manchester City ilə Real Madrid qabaq-qabağa gəlmişdi. Orada biz dəhşət pis, yəni Real Madrid çox dəhşət pis müdafiə edirdi. Yəni nə mənada çox belə haram bol deyirlər də xaricdə. Yəni belə insafsızca bir müdafiə edirdi. 11 nəfər müdafiə edirdi. Heç xoşuma gələn bir oyun olmamışdı. Axırda penallarda qılaqıl keçmişdik Manchester City-ni. Yəni mənə elə gəlir ki, yəni buna oxşar bir şey görə bilərik. Sadəcə o vaxtların Rüdiger daha yaxşı idi. O vaxtların Militao zədəli deyildi. Militao da oyunda yəni çox yaxşı bir müdafiə yerimiz var idi. Amma indi Militao yəni zaten Militao günün yarısı zədəli keçirir. İlin yarısı zədəlidir. Ondan öncə çox şey gözləmirəm. Yəni belə. Amma ən azından Mbappé'miz olacaq. Fərq yaradır. Vinicius günündə fərq yaradır.
Sağ cinahda bilmirəm, Rodrigo desən hələ də zədəlidir, ona görə sağ cinahda Massantuono da onun adını deyəmirəm. Onu qoya bilərlər ya da Arda Güler sağ orta saha kimi qoya bilərlər. Hansı ki Arda Güler çox qəşəng oynayır. Onu çox bəyənirəm oyununu. Bilmirəm o Çempionlar daha doğrusu Dünya Kuboku maçında baxdınızmı yoxsa yox, Dünya Kubokuna playoff maçında. Arda Güler'in bir dənə pası var Ferdi Kadıoğlu'na. Yəni dəhşət bir pasdır, dəhşət bir pasdır. Düzü Ferdi Kadıoğlu çox qəşəng bitirir, amma o pas dəhşət idi. Yəni belə ümumi baxsaq, çox böyük ehtimal, yəni nəzəriyyəsinə görə belə deyək, bizə dəhşət aşağıdır udma ehtimalı. Real Madridin adından danışıram. Bayern də yuxarıdır. Dəhşət aşağı deməyim də aşağıdır Bayernə görə. Prosta belə bir şey var ki, futbol ehtimallarla ölçülmür də. Yəni ola bilər hər futbol maçında poison distribution'dan ölçək, skorunu falan forecast eləyək. Yəni proqnoz eləyək, belə deyim. Amma məsəl üçün o qədər maçlar var ki, elə biri ilə Real Madridin üzərindən gələcəm. 2021-22-ci 22 sezonunda Manchester City ilə olan maçımızda. Yəni 88-ci, 87-ci dəqiqədə 5-3 deyilmiş şot, 6-5 axırda duruq. Yəni cəmi 5 dəqiqə içində. Yəni artırmaları saysanız bəlkə 10 dəqiqə. Yəni Real Madrid bilir necə klubdur, istəsələr nə edə biləcəklərini bilir. Sadəcə Real Madriddə problem odur ki, hamısı çox böyük oyunçulardır. O qədər çox böyük oyunçunu bir yerə yığmaq heç vaxt xeyir nəticə gətirmir. Və bunu da eləyən komanda keçmişdə də bunu eləyib və görür ki, xeyri gəlməyib. 2002-ci illərə, 2000 idi, 2002 idi Galaktikos dövrü. Mən o dövrləri görməmişəm düzü. Amma yəni belə sonradan araşdıranda görürəm ki, yəni Zidane'dır, Beckham'dır, R9'dır, yəni Ronaldo'nun Nazario'dur, başqa yəni çox böyük oyunçular var. Yəni onların təbii ki də arasında heç vaxt onlar şey deməyəcəklər. Klub üçün oynayacağam, oynayım deməyəcəklər. Özüm üçün oynayım deyəcəklər. İndiki komandamızlara Bellingham məsəl üçün əvvəl ilk gələndə çox yaxşı oynayırdı. Prosta onun səbəbi var idi. Santrafor yoxdu, özünü santrafor kimi əvəzləyirdi ona görə. Amma indi görürəm ki, Bellingham center midfielder kimi, yəni mərkəz yarım müdafiəçi kimi oynamaq istəmir. O elə bil gizli 9 deyirlər, yəni gizli santrafor. Elə oynamaq istəyir. Hansı ki, axı Mbappe var, o pozisiyada olub da. Mbappe gizli santrafordur da, ön santrafordur da. Mbappe sıxsan 10 nömrə də oynayır. Yəni Mbappe varsa sən öz yerində get. Amma yox, hamı istəyir ki, öz istədiyindən artığını eləsin. Öz vəsvəsindən artığını eləsin. Amma bir şeyi bilmirlər ki, öz vəsvələrini eləsələr də kifayətdir. Artıq heç kimə lazım deyil. Bəs artıq olan egosunu qaldırmaq üçündür ki, bəlkə qol atarlar, qəşəng bir şey eləyərlər, pul, yəni market qiymətləri qalxar, bazar qiymətləri qalxar. Yəni ehtiyac yoxdur. Ehtiyac yoxdur. Yəni belə. Yəni bir Real Madrid fanatı olaraq belə deyim ki, mən hələ də Real Madridə güvənirəm. Yəni indi bilmirəm ilk maç necə qurtaracaq. Əgər çox biabırçı bir şotla qurtarsa, yəni 3-0 kimi şotla qurtarsa, da bilirəm ki, ikinci oyunda onu qaytarmağımız demək olar ki, mümkünsüzdür. Amma hələ də indi hələ heç nə olmayıb deyə mən bir Real Madrid fanatı kimi hələ də güvənirəm komandama. Amma ki, obyektiv baxanda təbii ki də hər kəsin dediyi kimi, yəni hər belə rasional bir insanın dediyi kimi Bayern Münixin keçəcəyini gözləyirəm, amma inanmıram. Sadəcə gözləyirəm. Çünki obyektiv baxışım budur. İndi görək necə olacaq, necə olmayacaq. Siz öz fikirlərinizi yazın. Lazım olsa o biri komandalarda müzakirə edin. Sadəcə mənim indi ən yaxşı bildiyim öz komandamdır. Öz tərəfdaşı olduğum komanda, azarkeşi olduğum komanda tərəfdaşı yox, azarkeşi olduğum komandadır. Amma məsəl üçün Barcelona haqqında danışa bilərəm. Nə bilim, başqa kimlər, Liverpool desən hələ oyundadır, hə Qalatasaray keçdi. Onlar haqqında danışa bilərəm. Çempionlar Liqası hələ indi baxın, indi Çempionlar Liqasının ən maraqlı dövrü başlayır. Hansı ki, böyük komandalar qalıb nisbətən. Düzü Sportingdə qalıb, amma Sportingə də gəlin ayıb eləməyək, bəlkə o da özünə görə böyük komandadır. Belə. Çox sağ olun izlədiyiniz üçün. Növbəti videolarda görüşmək üzərə.